Çox asan şirniyyat resepti ilə gəldim. Bu şirniyyatın hazırlanması həm rahatdır, həm də çox estetikdir. Qonaq gələndə rahatlıqla süfrələrinizi bu şirniyyatla bəzəyə bilərsiniz. 5 ədəd yumurtanın ilk öncə ağını mikserlə yaxşı-yaxşı çalırsınız, 1 çimdik duz əlavə edirsiniz. Yarım stəkandan biraz artıq pesok əlavə edib daha da yaxşı çalırsınız. Daha sonra yumurtanın sarısını əlavə edin. 5 xörək qaşığı duru yağ, 5 xörək qaşığı süd. Əgər əlinizin altında süd yoxdursa, qatıqla da əvəz edə bilərsiniz. 1 qabartma, 1 vanil, daha sonra 1 stəkan un. Hazır olan şirniyyatı yağlı kağızın üzərinə sərib 150-180 dərəcədə bişirirsiniz. Videoda ardıcıllığı qeyd eləmişəm, diqqətlə izləsəz rahat eləyə biləcəksiniz. Eti elə isti-isti bir dəsmalın üzərinə sərirsiniz və onu isti-isti bükürsünüz. Əgər soyuyandan sonra büksəniz, rulet çartlayacaq. Kütləni bərabər yayın ki, biri tərəfi qalın, bir tərəfi nazik olmasın. Daha sonra rulet soyuyandan sonra açıb kremləyib təzədən bükürsünüz. Əgər içərisinə cem vuracaqsınızsa, elə isti-isti cemi vurub bir dəfəlik bükün, qoyun xaldinqə. Səhifəmi ilk dəfə görənlər takib atıb dəstək olsun, zəhmət olmasa. Mən bu səhifə ilə həm 3 övlad necə böyüdürəm, həm necə şirniyyatlar hazırlayıram, həm ev işlərinizdə sizə kömək olacaq nələrsə paylaşıram və ən əsası onlayn şəkildə evdən çıxmadan biznes qururam. Qurduğum bizneslə evimizə dəstək olmuşam, evimin əşyalarını, mebellərimi, ən arzuladığım qabıyan maşınımı almışam. Yalnız xanımlarla heç yerə getmədən bunu necə edirəm, yaz sənə də izah eləyim. İndi 21-ci əsrdə, onlayn dövrdə, onlayn şəkildə evdən çıxmadan da qazanc əldə etmək olur. Məlumatı yalnız özümdən alın.